Dağların, meşələrin, çayların, güllərin, çiçəklərin, təbiətin şəklin çəkmək olar, icazəlidir. Bütün bu varlıqların, rəsmin, şəklin çəkmək, bu rəsmləri, bu şəkilləri satıb ondan ruzu əldə etmək, eləcə də bu şəkilləri, bu rəsmləri paylaşmaq, evlərimizdə, iş yerlərimizdə asmaq icazəlidir, olar. Ona görə ki, bu varlıqların, şəkillərin, rəsmlərin çəkməyin qadağan olması haqqında, haram olması haqqında şəriətimizdə, dinimizdə hər hansı bir dəlil, nas yoxdur. Lakin canlı varlıqların, insanlar, heyvanlar, quşlar, bunların rəsmini çəkmək, bunların rəsminin çəkilməsi ilə məşğul olmaq dinimizdə haramdır, icazəli deyildir. İnsanlar, heyvanlar, bitkilər şəkillərin çəkmək, onların şəkillərin paylaşmaq, onların şəkillərin çərçivəyə, tabloya salıb pul gəlir əldə etmək, evlərimizdə, iş yerlərimizdə asmaq qadağandır, icazəli deyildir. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləmlə ruhu olan varlıqların şəklini çəkməyin qadağan olması haqqında çoxlu hədislər vardır. Özü də şiddətli, çoxlu hədislər. Bütün bu hədislər onu göstərir ki, bu işlə məşğul olmaq böyük günahlardan, qadağalardandır. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, şəkil olan evə, heykəl olan evə mələklər gəlmirlər. Burada artıq canlı varlıqlar nəzərdə tutulur, yəni insanlar, heyvanlar, mələklər gəlmirlər. Allah şəkil çəkənə də, şəkil çəkdirənə də lənət eləsin. Canı, ruhu olan varlıqların şəklini çəkmək, çəkdirmək icazəli deyildir. Amma təbiət, meşə, dağ, dəniz, güllər, çiçəklər, onlar icazəlidir. Ticarəti ilə məşğul olub gəlir əldə etmək, onlar icazəlidir. Evlərimizdən, iş yerlərimizdən asmaq icazəlidir.